Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 2026-cı ilin aprel-may aylarında Naxçıvan şəhərində keçiriləcək sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlərinə dəstək xarakterli çəkilmiş növbəti izahı videonu təqdim eləyirəm. Bu video yalnız Naxçıvanda hazırlaşan müəllimlərə yox, eyni zamanda Bakı və ətraf bölgələrdə hazırlaşan ibtidai sinif müəllimlərinin sertifikasiya hazırlığına dəstək xarakterlidir. Yəni buna hər kəs baxa bilər. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan videolardan faydalana bilərsiniz. Eyni zamanda bizim onlayn və ya dərslərə qeydiyyat davam eləyir. 055 418 8202 nömrəsinə müraciət edərək dərslər haqqında tam ətraflı məlumat əldə etmək olar. Onlayn dərslərimiz yeni qrupla dərslərə başlayıb, cəmi bir dərs keçirilib. Qoşula bilərsiniz. Yəni yazın WhatsApp-da ətraflı məlumatı göndərək. Vaxt itirmədən keçək sualların izahına. Birinci sual. Hansı sözlər bitişik yazılmalıdır? Sapsarı bu bitişik yazılmalıdır. Açıq yaşıl elə defislə yazılmalıdır. Tərtəmiz bitişik yazılmalıdır. Dümağ bitişik yazılmalıdır. Tündköy elə defislə yazılır. Ən gözəl ayrı yazılmalıdır. Deməli, bitişik yazılmalıdır. 1, 3, 4 doğru cavabımız oldu. B variantı. 2. Əsas vəzifəsi numarativlik olmayan sözləri müəyyən edin. Damcı, dənə, metr, nəfər, tikə və litr. Burada damcı isimdir, tikə isimdir. Bunlar əsasən numarativ kimi işlənmir. Dənə numarativdir, metr numarativdir, nəfərdir, litrdir. Bunların əsas vəzifəsi numarativlikdir. Amma damcı ilə tikə əsas vəzifəsi numarativ olmayan sözlərdir. 1-5 düzgün cavabımız olacaq B variantı. Növbəti sual. Hansı cümlədə bütün sözlər ahəng qanununa tabedir? Bütün sözlər. İndi tabedir də, öz, ölkəmizin vəziyyətinə nəzər yetirək. Burada hamısı tabedir. Küçələr, mehmanxanalar. Baxın, mehmanxanada A var, ahəng qanunu pozuldu. Evlər geniş, təmiz və təmirli vəziyyətdədir. Burada bir dənə mehmanxanaya görə B-ni götürmək olmaz. Xalq kütlələri də daxildə sözündə ahəng qanunu pozuldu. Baş verənləri anlamağa başlayırdılar. Burada bir dənə daxildiyə görə C-bəndini götürmək olmaz. Sinif saatında oxuduğumuz kitabları İ və A var, ahəng qanunu pozuldu. Müzakirə Ü-A ahəng qanunu pozuldu, etdik. Burada iki söz var, kitablar və müzakirə. Beləliklə, gənc, zabitdə baxın A və İ var, ahəng qanunu pozuldu. Hər biri müəllim oldu. Burada zabitlərə görə yeni götürmək olmaz. Doğru cavabımız oldu A variantı. Növbəti sual. Hansı cümlədə altından xətt çəkilmiş söz zərf deyil? Çalış, çox danışma, az danış, az deyin. Ümumiyyətlə, az və çox sözləri həm say ola bilər, həm də zərf ola bilər. Əgər özlərindən sonra isim gələrsə, bu ifadələr olacaq nitq hissəsinə görə say. Yox, əgər az və çox sözlərindən sonra feil, yəni hərəkət gələrsə, bu sözlər olacaq zərf. Baxın, çox danışma, danışmaq feildir. Az danış, danışmaq feildir. Az din, dinmək feildir. Yəni, hər üçündən sonra gələnlər feildir. Deməli, bunların üçü də zərfdir. Biri götürmək olmaz. Qoy az sözlərinlə dünya bəzənsin. Az söz, nə söz? İsim gəlib deməli. Əgər isim gəlibsə saydır. Burada zərf yoxdur. Çox dedi, heç kəs inanmadı. Yəni çoxdan sonra demək feil gəlib. Feil gəlibsə deməli zərfdir. İçəridə xeyli adam var idi. Xeylidən sonra adam isim gəldi. İsim gəlibsə deməli nədir? Saydır. Yolun kənarındakı çınar ağacının kölgəsində xeyli gözlədi. Xeylidən sonra gözləmək feil gəlib. Feil gəlibsə deməli zərfdir. 5-i götürmək olmaz. Meydana xeyli insan yığılmışdı. İnsan isimdir. İsim gəldiyi zaman olur say. Yəni zərf deyil, bu da saydır. Doğru cavabımız olacaq 2, 4, 6 D variantı. Növbəti sual. Say haqqında hansı fikir yanlışdır? Hansı sualına cavab verə bilir? Bəli, xüsusilə də sıra sayları. Məsələn, birinci hansı? Məsələn, birinci sinif hansı sinif? Sıra sayları əsasən hansı sualına cavab verir? Bu doğrudur. Aid olduğu isimdən əvvəl işlənir. Bəli, isimdən əvvəl işlənmək nə deməkdir? Məsələn, 5 kitab.
Nə kitabı? Neçə kitab? 5 kitab. 5 sayı kitab isminə aiddir və ondan əvvəl işlənir. Doğrudur. Feildən düzələ bilir. Saylar feillərdən düzəlməz. Bu yanlışdır. Saylar əsasən sayların özündən düzəlir. Xəbərli şəkilçisi qəbul edə bilir. Təbii ki, eləyə bilər. Məsələn, sıra sayı birinciyə ilə xəbər artıraq birincidir. Və ya mən birinciyəm, sən birincisən. Tutaq ki, 5-dir, yenə xəbərli şəkilçisi qəbul eləyə bilər. Bu doğrudur. Quruluşca mürəkkəb növü defislə yazıla bilir. Təbii ki, qeyri-müəyyən miqdar sayları içərisində təqribi miqdar saylar var. Tutaq ki, 1, 2, 5, 6 rəqəmlə də, hərflə də hər iki forması defislə yazıla bilir və quruluşca mürəkkəb hesab olunur. Doğrudur. Yanlış cavabımız olacaq burada C variantı. 6. Hansı cümlə yalnız sifətlərdən ibarətdir? Bildiklərimi çalışanlara həvəslə öyrətməyə hazıram. Bildiklərimi dıq üstəgəl mənsubiyyət bu feili sifətdir. Yəni yalnız sifət yoxdur. Çalışan bu feili sifətdir, sifət deyil. Həvəslə necə nə cür bu zərfdir. Öyrətməyə hazıram necəyəm nəyə öyrətməyə. Burada fikir verin, öyrətmək də feildir. Hazır sifətdir, yalnız sifətdən ibarət deyil, A bəndi uyğun gəlmir. Namərd adam cömərd olmaz dünyada. Namərd sifətdir, adam isimdir. Fikir verin, adama görə artıq B bəndi olmaz. Dünya isimdir, olmaz. Olmaq feildir, cömərd olmaz. Cömərd olmaq, mürəkkəb feil. Palatadakı xəstələr yenicə yaxşılaşmışdılar. Palatadakı sifətdir. Xəstə sifətdir, sadəcə lar qəbul edib isimləşib, yenə də sifətdir. Yenicə, yeni sözü sifətdə ola bilər, zərf də ola bilər. Özündən sonra baxıram, yaxşılaşmaq feil gəlib. Əvvəla, yaxşılaşmağın özü heç sifət deyil, feildir. Yenicə sözü də özündən sonra feil gəlib. Bu da deməli zərfdir, sifət deyil. C bəndi olmaz. Arxadakı cavan irəlidəkindən balaca boydur. Arxadakı sifətdir. Daşı şəkilçisi yalnız sifət əmələ gətirir. Cavan sifətdir. İrəlidəki sifətdir. Balaca boy sifətdir. Fikir verin, arxadakı, cavan, irəlidəki, balaca boy. Bunların dördü də sifətdir. Deməli, D variantı uyğun gəlir. Ağıllı sifətdir. Bacarıqlı sifətdir. Cavan sifətdir. Lar qəbul edib isimləşib, amma yenə də sifətdir. Olduqca zəhmətkeş idilər. Zəhmətkeş sifətdir. Olduqca ədatdır. Burada ədat da var. Yalnız sifətdən ibarət deyil. Olduqcaya görə yeni götürmək olmaz. Düzgün cavabımız oldu D variantı. Növbəti suala keçmədən öncə bir daha qeyd edirəm ki, bizim İbtidai sinif müəllimləri üçün yeni onlayn qrupumuz dərslərə başlayıb. Dərslər həftənin 2 və 5-ci günləri saat 18:30-da tədris olunur və bir də hər həftənin 6-cı günü saat 12-də mətnlərin canlı yayımla izahı olur. Sırf olaraq bizim ödənişli qruplarımızda olan müəllimlər həmin canlı yayımı izləyə bilir. Həftənin bir günü yalnız mətnlər üzərində izahlar verilir. Dərslər həftə 3 dəfə olur. Tam ətraflı məlumat üçün 055 418 82 02 nömrəsinə müraciət edə bilərsiniz. Əgər imtahanlara hazırlaşmaq istəyirsinizsə, gecikmədən bu qrupa qoşulun. Bundan sonraki qruplar müraciətlərə görə olduqca sürətli olacaq. Yəni sürət qrupları olacaq. 7-ci sual. Hansı cümlələrdə ardıcıl olaraq sadə, düzəltmə, mürəkkəb isimlər verilmişdir? Edilən bütün pisliklər dünyanı fəth etmək həvəsimizin nəticəsidir. Burada edilən, etməkdən, edilmək, bu düzəltmə feildir. Bütün əvəzlikdir. Pislik, lıqlik şəkilçisi düzəltmə isim yaratdı. Yəni sadə öncə gəlməlidir. Burada düzəltmə öncə gəlib, biri götürmək olmaz. Bu sözdən sonra bu əvəzlikdir. Sözdən sadə isimdir. Sonra ona qoşulan qoşmadır. Döşəkçələri döşəməkdən döşək, döşəkçə düzəltmə isim. Deməli, sözdən sadə isim, döşəkçə düzəltmə isim. Düzdür və qohum qardaşa, qohum qardaş. Bu da mürəkkəb isimdir. Deməli, sadə, düzəltmə, mürəkkəb sırayla bu cümlənin tərkibində işlənib. İkini götürmək olar. Kanalın kol-kosu yamyaşıl ovalığa çevrildi. Kanal sadə, kol-kos mürəkkəbdir. Sadədən sonra düzəltmə gəlməli idi, amma mürəkkəb gəlib. Deməli, burada ardıcıllıq pozuldu. Gözlərimi onun yorğun gözlərinə zilləyib baxdım. Gözlərimi, bu sadə isimdir. Onun yorğun gözlərinə, yorğun necə? Bu sifətdir. Gözlərinə yenə sadə isim gəldi. Burada ardıcıllıq pozulub. Qoca əli ilə qənddanı tələdi. Qoca sifətdir. Əli.
Əl sadə isimdir. Qənddan düzəltmə isimdir. İtələdi və bəzəkli. Baxın, itələmək feildir. Bəzəkli sifətdir. Vazadakı, dakı bu da sifətdir. Noğul nabatdan, noğul nabat. Bu da mürəkkəb isimdir. Deməli, sadə isim əli, düzəltmə isim qənddan, mürəkkəb isim noğul nabat. Ardıcılıqla verilmişdir. 5 uyğun gəlir. Deməli, 2 və 5 düzgün cavabımız oldu. D variantı. Davam edirik növbəti sualdan. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmamalıdır? O qəlbini dostuna açdı. Bu cümləni biz iki cür düşünə bilərik. Biri var ki, o qəlbini dostuna açdı. Kim o? Və özündən sonra vergül qoyulmalıdır. O qəlbini dostuna, o qəlbi demək olarmı? Bu qəlbini, o qəlbi. Yox, qəlb bir dənədir. Deməli, burada ancaq bir cür düşünülür. Ondan sonra vergül qoyulmalıdır. A uyğun gəlmir. Mən gələndə o küçənin tinində dayanmışdım. Kim dayanmışdı? O. O dayanmışdı, özündən sonra küçə ismi gəlib, deməli burada vergül olmalıdır. Bir də var, bunu düşünə bilərəm ki, o küçənin tinində. Hansı küçə? O küçə. Bunu təyin kimi götürmək olar və vergül qoyulmayacaq bu variantda. Deməli, həm vergül qoyulan forması var, həm də qoyulmayan forması var. Amma şərtdə qoyulmamalıdır deyir. Əgər şərt olsaydı ki, hansı cümlədə o əvəzliyindən sonra vergül qoyula bilər, o zaman mən B variantını doğru cavab kimi götürə bilərdim. Amma vergül qoyulmamalıdır. O demək ki, mütləq şəkildə qoyulmamalıdır. Amma mübtəda kimi düşünüb özündən sonra vergül qoya bilirəm. Deməli, B bəndi uyğunsuzdur. Burada həm qoyula bilər, həm qoyula bilməz. O adamla dostluq edin ki, dar gündə sizi qoyub qaçmasın. Baxın, dostluq edin kim? Siz. O burada mübtəda deyil. Hansı adamla? O adamla. O burada yalnız təyin kimi düşünülür və bu zaman vergül qoyulmamalıdır. C variantı şərtimizə uyğundur. O bəlkə vətənə qaydanda ağıllanam. Bəlkə modal sözdür. Modal sözün tələbinə əsasən özündən əvvəl və sonra vergül qoyulmalıdır. Deməli, burada mütləq vergül olmalıdır. O gözəl danışmağı bacarırdı. O bacarırdı kim? O. Burada mən onu mübtəda kimi düşünə bilirəm və özündən sonra gözəl danışmaq. Zərf gəlibsə vergül qoyurlar. O gözəl danışmağı bacardı. Kim o? Deməli, Y variantda uyğun deyil. Düzgün cavabımız oldu C variantı. 9. Mənsubiyə şəkilçili sözün işlənmədiyi cümlə hansıdır? Qayaların qılıncımsa qalxanımdır təpələrin. Mənim qılıncım, sənin qayaların, mənim qalxanım. Burada işlənmədi deyir, amma demək olar ki, bütün sözlərdə burada mənsubiyyət işlənib. Papağımı açıq qalmış pəncərədən içəri atdım. Mənim papağım, burada mənsubiyyət var. Ona görə B bəndi olmaz. El bilir ki, sən mənimsən. Mənim bu yiyəli haldır, sən şəxs sonluğudur. Burada mənsubiyyət yoxdur. Min həsrətlə göz dikərdim yollarına mən baharın. Baharın, yiyəlik, yolları, mənsubiyyət. Burada yolları sözündəki I mənsubiyyətdir. Ona görə D-ni götürmək olmaz. Gəlişinlə sən dünyanı gətirirsən mənzilimə. Mənim mənzilim, sənin gəlişin. Burada mənsubiyyət şəkilçiləri var. Ona görə Y variantını götürmək olmaz. Cavab C variantı. Davam edirik növbəti sualdan. Hansı qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə olmalıdır? Qeyri-müəyyən miqdar saylarından söhbət gedir. 3, 4, yüzlərlə. Yüzlərlə sözündə larla şəkilçisindən sonra gələn isimlər həm təkdə, həm cəmdə ola bilər. Amma 3-4-dən sonra gələn təkdə olur. Bu uyğunsuzdur. Çox, xeyli. Çoxdan sonra gələn isim həm təkdə, həm cəmdə ola bilər. Xeylidən sonra gələn isim yalnız təkdə olur. Az, onlarla. Az sayından sonra gələn isim yalnız təkdə olur. Onlarladan sonra gələn isim həm təkdə, həm cəmdə ola bilər. Bir sıra və bir çox saylarından sonra gələn isimlər yalnız cəmdə olmalıdır. Cəmdə olmalıdır. Bəli, cavab D variantı olacaq. Ümumiyyətlə, qeyri-müəyyən miqdar saylarında çox, çoxlu, larla, lərlə, larca, lərcə. Bu dördündən sonra gələnlər həm təkdə ola bilər, həm də cəmdə ola bilər. Bunlardan sonra gələn isimlər. Məsələn, çox kitab, çox kitablar. Çoxlu kitab, çoxlu kitablar. Onlarla insan, onlarla insanlar. Yüzlərcə film, yüzlərcə filmlər. Bunların hər biri doğrudur. Təkdə də ola bilər isim, cəmdə də ola bilər. Bir çox və bir sıra. Hansı ki, bu testin doğru cavabıdır. Bu saylardan sonra gələn isimlər yalnız cəmdə olur.
təkdə ola bilməz. Bir çox insanlar deməliyəm. Bir çox insan desəm səhv olar. Qrammatik normanı pozmuş oluram. Və ya bir sıra insanlar deməliyəm. Bir sıra insan desəm yanlış olar. Deməli, cəmi 6 dənə qeyri-müəyyən miqdar sayı var. Çox, çoxlu, larla, larca. Bunlardan sonra gələnlər həm tək, həm cəmdə olur. Bir çox, bir sıradan sonra gələnlər yalnız cəmdə olur. Bu 6 qeyri-müəyyən miqdar sayından başqa, digər qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər yalnız təkdə olur. Bu da hansılara aiddir? Baxın, verilən bəndlərə. Məsələn, digərləri 3, 4 burada yoxdur. Deməli, yalnız təkdir. Xeyli bunların arasında yoxdur. Deməli, təkdir. Az bunların arasında yoxdur. Deməli, yalnız təkdir. Çox zaman müəllimlər soruşur ki, ay müəllim, axı çox sözü var, az sözü niyə yoxdur? Çox sözündən sonra gələn isim cəmdə işlənə bilir, amma az işlənmir. Çünki qayda belədir. Azdan sonra gələn isim yalnız təkdir. Məsələn, bir qədər bu sözlərin içərisində yoxdur. Amma baxın, yüzlərlə də lərlə şəkilçisi var, görürsünüz? Minlərcə də lərcə şəkilçisi var, görürsünüz? Yəni, deməli, bunlar həm təkdə, həm cəmdə işlənə bilir. Bu sualın isə doğru cavabı oldu D variantı. Dəyərli müəllimlər, bu izahımızın da sonuna gəldik. Siz də kanala abunə olaraq, videolarımızı bəyənib paylaşaraq bizlərə dəstək ola bilərsiniz. Abunə olun ki, paylaşılan bütün bu izahlardan faydalana biləsiniz. Dərslərimizə qoşulmaq üçün 055 418 82 02 nömrəsi ilə bizimlə WhatsApp-dan əlaqə saxlaya bilərsiniz. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.